2016-cı ilin yanvarında Quba Retro otelində qeydiyyatçı işləyən Vahab Əmirbəyov növbəni Ariz Bədirxanova təhvil verərkən 211-ci otaqda qalan Elməddin Əhmədovun hesabı bağlamadığını bildirir və bu səbəbdən müdiriyyəti gözləyirlər. Bir qədər sonra otelin müdiri gəlir. O, Elməddin Əhmədovun gecə saatlarında qayıdacağım deyərək oteli tərk etdiyini, Könül Zalovanın isə həmin otaqdan hələ ki çıxmadığını və heç nə sifariş eləmədiyini öyrənir. Uzun müddətli susqunluqdan şübhələnən otel işçiləri otağın daxili nömrəsinə bir neçə dəfə zəng edir. Cavab gəlmədiyini və otaqda televizorun işlədiyini eşidən otel işçiləri ehtiyat açarla qapını açmağa məcbur olurlar. İçəri daxil olduqda otaqda Könül Zalovanın ağzından qan gəldiyini və artıq keçindiyini görürlər. Hadisə barədə həmən rayon polis şöbəsinə məlumat verilir. Polis və prokurorluq əməkdaşları otaqda müayinələr aparırlar. Məhkəmə tibbi ekspertizasının rəyinə əsasən Könül Zalovanın ölümü boyun nahiyəsinə göstərilmiş təzyiq sonrası baş verib.